Mənəvi dəyərlər var. Yəni İslam dini bilirsiniz ki, ələlxüsus da qeyd etdiyiniz kimi bu Ramazan ərəfəsində belə məsələlərin olmasını qətiyyən yol verilməz hesab edir və eyni zamanda İslam etiqadında 4 ay var ki, haram aylardan hesab olunur. Düzdür, Ramazan ayı o aylara daxil olmasa da, yəni o nə üçündür? Ona görə ki, həmin aylarda savaş etmək olmaz, müharibə etmək olmaz, qan tökmək olmaz. Amma təəssüf olsun ki, ələlxüsus da bu qeyd olunan proseslərin içində dırnaqarası müsəlman ölkələrindən də adı çəkilənlər var. Bəli. Və iştirakçısı olanlar var. Gərək bu müqəddəs aya ən azı hörmət qoyaydılar. İkinci bir tərəfdən də ki, təbii ki, Suriyada son gərginliklər elə fazada davam etdi ki, orada maraqların toqquşması meydana gəldi. Ələlxüsus da bu müvəqqəti hakimiyyət gələndən sonra həmin o uzaqlaşdırılmış maraqlar yenidən orada necə deyərlər, öz yerləşmək istədilər və bu da alınmayanda artıq burada maraqlar üstə düşdü. Ələlxüsus da mən bu məqamada toxunmaq istəyirəm ki, Türkiyədə bilirsiniz ki, PKK liderinin öz təşkilatına silahı buraxmaq və təşkilatın ləğv olunması haqqında bəyanat verdi və şübhəsiz ki, o da həmin o kənar qüvvələri narahat etdi ki, bunun bir qolu da Suriyadadır və eyni zamanda Türkiyədə bərqərar olarsa bu məsələlər, proseslər öz yoluna düşərsə, sabitlik gələ bilər. Ona görə təbii ki, bu maraqlı qüvvələr, eyni zamanda Əsəd rejiminin qalıqları, bilirsiniz, Suriyada da hələ hakimiyyət tam möhkəmlənməyib, dövlətçilik o dərəcədə sabitləşməyib. Ona görə İsrailin də orada öz maraqları var təbii ki, və bu maraqlara da eyni zamanda qeyd olunduğu kimi Rusiyanın da orada öz bazasını yerləşdirmək maraqları var. Və bunun müqabilində təbii ki, İran da oradan çıxdığına görə o da yenidən yerləşmək istəyir və yaxud da ki, qaçışıqlıq yaratmaq istəyir. Düşünürəm ki, hər bir halda Türkiyənin bu işdə rolu varsa əgər və Türkiyə qüdrətli, qüvvətli dövlətdir, həm dünyada, həm regionda söz sahibidir və Türkiyənin sayəsində mən inanıram ki, Suriyada da sabitlik bərqərar olunacaqdır.